Salam değerli dostlar, hər vaxtınız xeyir. 2025-ci ildir, aprel ayının 24-ü. Və sonunda deyəcəm bura haradır. Bütün bu dağlıq və Ağdam daxil olmaqla bütün Qarabağın azad olunmasında şəhid olan bütün vətən oğullarının əziz xatirəsini dərin hüzün, əvəzsiz sevgi, acizanə minnətdarlıq, sonsuz hüzünlə anıram. Allah bütün qazilərimizə də rəhmət eləsin. Allah bütün qazilərimizə uzun ömür, can sağlığı versin. Şəhidlərimizə bir daha rəhmət diləyirəm. Və mən başqa bir şeyə gətirmək istəyirəm. Bugün Qarabağın bu, Dağlıq Qarabağın bu cənnət güşəsindən yavaş-yavaş ərazilərimiz bərpa olunur. Dəyərli prezidentimiz İlham Əliyevin sayəsində və bütün Azərbaycan xalqının sayəsində, o qeyrətli vətən oğullarımızın sayəsində torpaqlarımız bərpa olunur və yavaş-yavaş artıq köçlər başlayır, qayıdışlar başlayır vətənə, yurda. Vətən Azərbaycanımızın o taylı bu taylı hər tərəfidir, yəni yurda. İlkin köçlər də başlayır, artıq bir müddətli köçlər başlayıb. Mənim bir yerlərdən eşitdiyim məlumata görə Ağdam rayonunun bu Əhmədli kəndini, əhalisini Ağdərəyə yerləşdirib, bu Əhmədli kəndini taxıl sahələri, biçənəklər etmək fikrindədirlər, eşitdiyim. Şayə deyək hələ ki, şayə deyək, çünki mən dəqiq bilmirəm bunu. Bu Əhmədli cəmaatından eşitmişəm. Mən qəti bir bu Əhmədli sakini olaraq, bir bu Əhmədli doğumlusu olaraq, arxeoloji qazıntılar olan Böyük Gör qalası deyilən ərazi var. Arxeoloji qazıntılar aparılırdı orada. Çox tarixi, böyük bir keçmiş tarixi var. Qədimlərə dayanan tarixi var. Və mən çox xahiş edirəm, bu cür ərazilərin üstündən keçib, bu cür əraziləri izini itirərək taxıl zəmilərinə verilməsin, heç bir şeyə verilməsin. Xahiş edirəm, o ərazilər bu Əhmədli sakinlərinin özünə qaytarılsın. Məhz bu Əhmədli cəmaatına qaytarılsın. Çox xahiş edirəm və mən sizin qəbulunuzda da olacağım, cənab prezident, məhz bu məsələ ilə bağlı şəxsən qəbulunuza gələcəm. Sosial şəbəkələrdən, mətbuatdan bunu paylaşandan sonra sizin qəbulunuza gələcəm. Məhz bu Əhmədlinin bu Əhmədli sakinlərinə Ağdərə rayonu, yəqin ki, ora qəzet redaksiyası olub, qarşıdakı musiqi məktəbidir və belə. Ağdərə çox gözəldir. Bütün Azərbaycanın hər güşəsi çox gözəldir. O üzücü, o məyus olduğumuz o yerdir. Birinci həyatınızın bitdiyi və yenidən doğuşunuzun başlanğıcı olan o tarixi yer. Bəli, bura Ağdərə rayonunun Orta kəndidir. Ermənilər Orataq deyirdilər. Biz deməli çox ağır döyüşlərdən sonra, çox dəhşətli döyüşlərdən sonra ilk dəfə bir şəhər aldıq Ağdərə. O qədər böyük hadisə idi ki, bütün qəzetlər qəzetin adından yuxarı yazmışdılar ki, Ağdərə azad olundu. Çünki burada bir ayda, 92-də iyulda təkcə 7500 şəhid vermişik. Onun miqyasına baxın, təkcə Ağdərədə. Biz də Ağdərəni aldıq. O yollardan, təpələrdən əskərlərimiz gedir. Qabaqda da döyüşürdü. Bu tərəfdən gəldilər. Biz də bu dərə ilə gəldik müəyyən adamlar. Heç ağlımıza gəlməz. Çünki erməni indi qaçıb burada mina olmaz. O da sepli, simli mina deyirlər. 2 dənə mina olur. Nəysə biz də gəldik. Burada ağır yaralandıq. Yanımdakılar tərpənmirdi. Mən də elə huşumu itirdə gördüm bir kamaz. Yuxarıdan aşağı bir kamaz gəlir. O sepli. Gördüm 3 dənə əskər düşdüysə. Aya bura bax, aya, oy, belə dedilər. Yəni ayaqlarım bütün qanın içində. Ştiknojum da var idi. Nəysə onu da gördüm götürdülər, şalvarlı zadı kəsdilər, qoydular kamaza, apardılar rayona. Nəysə ondan sonraki çoxuna bəllidir. Yəni həyata qayıtdıq. Yəni burada adam baxır belə deyir ki, ilahi bu 92-ci il iyul ayının 14-dür. Burada oldu, burada çox
Dərələr, təpələr bizim əsgərlər, şəhidlərimizin nəşi ilə dolmuşdu. O şükür bu günə adam belə qürur hissi keçirdir. Belə sonra da yavaş-yavaş yuxarılara qalxdılar da mən yaralandım bilmirəm. Vəngə qədər getdilər. İndi bacardığımız qədər qalxacaq baxarsınız. Buranın təbiəti, bunun hələ qabaqda meşələr var, sərsəng təbii olaraq az qala sərsəng su anbarı var. Belə Ağdərə şəhərində bir hissəsidir, qutaracağıdır. Əsas o təpənin arxasında oralara qədər o təpənin o üzünə gedib çıxır. Belə dəyərli dostlar, bugün belə baxanda üzücü görünmür. Amma bugün bura gəlməyimiz üçün çox böyük tarixi bir yoldan keçmişik. Bu yolda şəhid olan bütün vətən oğullarına Allahdan rəhmət diləyirik. Dərin hüznlə anırıq hər birini. Acizanə minnətdarlıqla, sonsuz təşəkkürlə, sonsuz rəhmətlə anırıq hər birini. Qazilərimizə də Allah uzun ömür, can sağlığı versin. İndi dinlədiyiniz 1-ci Qarabağ qazisi Səbuhi Rəhimli idi. Gözəl Ağdərənin cənnət məkan mənzərəsi. Haqqınızı halal eləyin bütün şəhid qardaşlar, qazi qardaşlar. Haqqınızı halal eləyin. Qarşınızda, şəhidlərimizin qarşısında, ruhu qarşısında baş əyirəm. Ruhunuz şad olsun. Və Allaha milyardlar dəfə şükürlər olsun ki, dünya gözü ilə biz bugünü gördük. Qarabağın azadlığını dünya gözü ilə gördük. Allaha milyardlar dəfə hər nəfəs aldığımız qədər şükürlər olsun. Və bir daha şəhidlərimizi dərin hüzün, əvəzsiz sevgi, acizanə minnətdarlıq, sonsuz rəhmətlə anıram. Qarşınızda baş əyirəm. Vətən oğulları. Bura Gülyataq kəndidir. Can yatağı keçdik. İndi bura Gülyataq kəndidir. Yaxınlıqda da Vardaniyanın qızıl mədəni var idi. Hə, var idi. İndi məhkəmədə orada kef. İndi onun hesabını verir. Sonra da Allaha verəcək. İndi bizimkilər işlədir, yaxşı eləyirik, əcəb eləyirik. Bəli, Eliyar qardaşımıza da çoxlu təşəkkür eləyirik. Bugün onun sayəsində gəldik, gördük bu cənnət məkan yurdumuzu, yurdumuzun bir parçasını. İnşallah hələ gözəl günlər qabaqdadır. İnanın, sözün həqqi mənasında cənnətdir bura. Cənnətdən bir güşə. Kızım adam gedəndə qorxurdum. Görün açılışıb gedirdi. Yox, bu dilindir. Bu evdə onu saxlamaq olmaz. Evdə sizdə var. Onu şeydə geçsin. Artıq makaron da yer. Gəldik, burada da tısbağa gördük. Bayaq yolda tülkü də görmüşdük.
suyu xeyli azalıb, amma yenə də var. Burada bizim işçilərimiz indi yemək yeyiblər. Bizim Azərbaycan işçiləri, burada çalışanlar və mən başqa bir şeyə diqqətinizi çəkmək istəyirəm. Allahın və əcdadlarımızın bizə qoyduğu torpaqdır bura. Allahın və əcdadlarımızın halallıqla bizim olan torpaq. Və bu eyvan artıq tarixini unutdum. Ermənilər o qamarlayıb ələ keçirdəndən bəri, bax burada gündə 3 dəfə o erməni səhər, günorta, axşam yeməyini yeyirdi. Burada mənzərəsi də budur. Heyvalı kəndi. Əvvəlki drambon deyilən, onların o bondarma, murdar dilləri ilə drambon qoyduqları adlar. Amma biz belə bir yerdə bir öynə yemək yeyib 5 dəqiqə istirahət eləmək üçün tonlarla pul tökürdük. Bircə dəfə bir basırıqda oturub bircə tikə yemək yemək üçün. Amma burada günün 3 öynəsini o erməni, o rəzil erməni gündə 3 dəfə burada yeməyini yeyib. Bax bu mənzərənin qarşısında. Bu mənzərənin qarşısında, bəli, bizim pulumuzla, bizim hesabımıza. Belə. Yenə Allahın bu gündən min şükür. Artıq torpaqlarımızı özümüzə qaytardıq. Oğullarımızın qarşısında baş əyirəm. Şəhidlərimizin və o cümlədən qazilərimizin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə uzun ömürlər versin. Başda prezidentimiz olmaq şərti ilə var olsun dövlətimiz. Var olsun dövlətçiliyimiz. Bu torpaqlar, mən hər zaman olduğu kimi yenə də deyirəm, bu torpaqlar, bu dövlətçilik bizə əcdadlarımızın əmanəti, evlatlarımıza mirasdır. Sağ ol. Bura qədər gəldik. Bəlkə də 1-2 kilometr gəlmişik. Yəni Ağdərədən Paprevent bu Əhmədliyə qədər təxminən 6 kilometr məsafə qalır. Yəqin ki, 1-2-3 kilometrində biz gəlmişik. Buradan o tərəfə hardasa 1 ya 2 kilometr qalmış olar bu Əhmədliyə çatmaq. Beləcə, əl uzatsan çatar. İnşallah ki, çox yaxın zamanda bu Əhmədliyə maneəsiz, portalsız, sərbəst, rahat gedə bilərik. Salamat qal bu Əhməd.